Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 92-170 marşrutlarından 150-200 metr məsafədə, 3 dəqiqəlik piyada olan məsafədə 3 otaqlı tam təmirli bir həyətimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Gördüyünüz kimi, hörmətli izləyicilər, burada həyətyanı sahəsidir, 2 maşınlıq həyəti var, rahat 2 dənə maşın daxil ola bilər həyətinə. Burada giriş hissəsidir, ev 3 otaqlıdır. Demək, buradan daxil oluruq evin içinə. Ev sahibi sadəcə kombinə ilə özü götürüb, yəni təhvil verməklə verəcək üstündə. Demək, bura dəhliz hissəsidir. Girən kimi sağ tərəfdə burada mətbəxdir. Mətbəx mebelləri üstündədir, gördüyünüz kimi. Burada sağda da belə bir yemək yemək üçün ev sahibi belə bir şərait yaradır. Bütün evlərdə olduğu kimi mətbəx mebeli evin içində qalır, kombilər evin içində qalır. Əşyalar amma indi ev sahibindən danışılacaq. Bura qonaq otağıdır. Gördüyünüz kimi də qonaq otağı da 4-ün hardası 6 metrdir. Otaqları genişdir. 4-ün 5-ə də bir yataq otağıdır burada. Yola yaxın ərazidə yerləşir, marketlərə yaxın ərazidə yerləşir. Burada bir yataq otağıdır, gördüyünüz kimi. Burada uşaq otağıdır əslində. Bu da haradasa 12-14 kvadrat olar, təxmini ölçü deyirəm. Burada hamam hissəsidir. Hamam da aksesuarlar zatağımıza qoşulub, gördüyünüz kimi də hamam. Hörmətli izləyicilər, kimlərsə evi satmaq istəyirsə 055-389-3808 nömrəsi ilə əlaqə saxlayın, evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da seçal əmlak, yəni seçib almaq səhifəsinə daxil olursunuz. YouTube'da videolar bölməsinə daxil olursunuz. Orada istədiyiniz qiymətə evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Zəng vuran zaman kodları götürmək yaddan çıxmasın. Kimlərsə də evini satmaq istəyirsə 055-389-3808 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. Bu evin start qiyməti də 85.000 start qiymətidir. Real alıcı olsa endirimi birbaşa ev sahibi ilə danışacaqsınız. Son sözü ev sahibi deyəcək. Hörmətli izləyicilər, sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah olmayanlara gözəl evlər qismət.